Hər birinizi salamlayıram. Bugün Sözün Özü proqramımızda əvvəllər danışdığımız halal ekosisteminin ilk üzvü olan Siracın biznesinin qurucusu Elçin qardaşla xoş gəlmisiniz Elçin qardaş. Xoş gördük. İstəyirik ki, Elçin qardaşın qurduğu bu biznesdə diqqət etdiyi halal məqamlar nədir? Ümumiyyətlə Siracın nə iş görür? Bu haqqda ətraflı məlumat verək. Həm də bu dövrdə halal biznes qurub öz fəaliyyətini halal şəkildə davam etdirmək istəyən və yaxud da əlində imkanları olmayan şəxslər bunu necə edə bilər? Bunlar haqqında biraz ətraflı danışmaq istəyirik. Bir daha xoş gəlmisiniz. Ümid edirəm yaxşısınız. Əlhamdülillah, yaxşı olmağa çalışırıq. Tək həmişə şükür içində olasınız Elçin qardaş. Elçin qardaş, birinci sualım bu Siracın Nur dedik. Siz qurmusunuz Allahın izni ilə. Bu qurucusu olduğunuz bu biznes nə iş görür? Bu haqqda bir balaca məlumat verin zəhmət olmasa. Qısacası belə deyim, Siracın Nur aydınlatma adı üzərində işıqlandırma işini görürük. Evlərdə, mənzillərin, ofislərin, obyektlərin, restoranların, şadlıq saraylarının, böyük obyektlərin belə işıqlandırma sistemlərinin hazırlanması. Mənzillərdə bu çılçıraqlar olur, divar işıqları olur. Bəli. Dekorativ işıqlar. Dekorativ işıqlar olur. Yəni bu həm dekorativ gedə bilər, həm sırf işıqlandırma. Yəni indi hal-hazırdakı belə deyim, piyasanın tələbləri nədir? Müxtəlif üslublar var. Modern üslubdur, klassik üslubdur. Burada bölünmələr var. Bəzən məsələn işıqlandırma fərqli bir sistemlə evin işıqlandırması fərqli bir sistemlə təmin olunur. Lüstrü sadəcə dekor olaraq asırlar yəni. Aydındır. Yəni evin İşıq ən bahalı məqsədi yox, sadəcə bir bəzək olaraq. Evin ən bahalı dekoru artıq indiki zamanda lüstrüdür. Çılçıraqlar belə tikilirlər. Niyə məhz bu ad Siracın Nur adı? Biz bu haqqda danışaq. Siracın Nur, Sirac nədir? Bəzi müştərilər mənə Sirac deyirlər, bəlkə mənim adımdır, mənim adım deyil. Sirac lamba deməkdir, yanar lamba deməkdir. Biz keçmişdə də, yəni türk deyil, ərəb sözüdür Sirac bildiyim qədərilə. Yanar bir lamba. Nur da bildiyimiz nurdur. Yəni oradan belə ilham alaraq qoymuşlar. Əslində konsept çox gözəldir ha. Bu şəkildə. Yəni bu niyyətlə ki, evlərinizi aydınladırıq, işıqlandırırıq. Zülmət qaranlıqdan aydınlığa kimi. İnşallah. Bir də necə oldu abi bu Siracın Nura başladınız? Nətər oldu? Hardan da bir qığılcım nöqtəsi yarandı? Bunun hekayəsi əslində çox uzundur. Aha. İndi bura girsək, mən 8 ildir belə deyim, Türkiyədə yaşayırdım. Türkiyədə başlamışam bu işə. Orada bir qardaşın, Allah razı olsun, onun təklifi ilə bu işə satışını eləmək niyyəti. Sonra oradan belə deyim, o iş girmədim, ailəcə bura Azərbaycana qayıtmaq məqsədinə gəldik. Və dedim, bəs özüm qərar verdim ki, bəs niyə mən bu işi gəlib Azərbaycanda eləməyim, yəni belə bir. Əlhamdülillah, orada başladıq, Türkiyədə başladıq bu işə. Yəni iki addımlar orada qoyduq, Türkiyədə başladıq, orada fəaliyyətə başladıq. Yəni ilk modellərimizi, belə deyim, bir çox təcrübələrimizi orada Türkiyədə, İstanbulda. Zaten İstanbul belirli iki bölgə var ki, yəni işıqlandırma üzrə, çılçıraqların istehsalı üzrə, yəni hətta Avropanın deyim, yəni əsas mərkəz yerlərindən birisidir, yəni dünyanın bir çox yerinin ixracatı var, yəni. Düzdür, Çinlə müqayisə oluna bilməz, amma yəni öz mövqeyinə görə çox böyük bir şeydir, yəni qardaşlar, bu işin əhli olan qardaşlar bilirlər. Orada başladıq və 2 il Azərbaycanda davam edirik, elhamdülillah. Bəs məsəl üçün sizi bu şeyə, məsələn, mən bu fərd olaraq özüm qurmalıyam bu biznesi, bunun üzərində özüm işləməliyəm dediyin hər hansısa bir orada qırılma nöqtəsi oldu mu? Yəni başınıza gələn nəsə bir hadisə oldu mu? Kiminsə deyil də sırf özüm işləmək istəyirəm dediniz də, yəni hardasa öz fərdi bir biznesini qurmaq istədiniz. Fərdi biznes. Öncədən mən fərdi biznesim olubdu. Bu işdən öncə də fərdi biznes, hicab mağazam olubdu, onu işlətmişəm. Düz qısa müddət ərzində olubdu. Onlayn işləmişəm, sonra mağaza açmışam, bağlamışam. Başqa işlər də görmüşəm. Ancaq belə deyim, hər kəsin ürəyinə yatan, həvəsli olduğu, əlbəttə ki, bir peşə, bir sahə var yəni. Orada artıq belə deyim, o həvəslə o işə girirsə, başlayırsa, bir də ki, ən önəmli olan şey, yəni sadəcə maddi olaraq baxmamaq lazımdır işə. Yəni işin başlanğıcında maddi olaraq o işə baxdınsa, o iş yəni %70 alınmaz. Çünki maddi olaraq insan baxdığı zaman, çünki normalda bu kiməsə yəni tab edirsən, müştəriyə sən bunu hazırlayıb satışını edirsən. Burada artıq türklər ilə malzəmədən çalma, yəni bir çox şeylər ortaya gəlir çıxır ki, bu da nə olur? Sonuçta müştəri narazılığına səbəb olur. İləriyə dönük olaraq da yəni müvəffəq ola bilmir insan. Yəni bunun əlbəttə ki, yəni maddi və mənəvi tərəfləri var yəni. Təbii ki. Bir də Elçin qardaş, bildiyim qədərlə burada hər şey sıfırdan özünüz müəyyən hissələr alınmaq şərti ilə sıfırdan özünüz dizayn edirsiniz. Çünki indi Allahın izni biz onları göstərərik, sizin məhsulları da adətən digər yerlərdən gələn məhsullara bənzəyir və çox insan açıq edə bilirlər ki, bunu sözsüz hazırlamırsınız.
Amma biraz bu haqqda danışaq ki, yəni bütün materiallar necə olur, bütün proseduru sıfırdanmı, hər şey sıfırdandırmı, müəyyən məhsullar mı alırsınız, onları mı yığıb satırsınız, yoxsa necə olur? Yəni belə deyim də, sıfır deyə bilərik. Keçən bir müştərinin belə sualı var ki, yox deyir, siz sıfırdan eləmirsiniz, profili özünüz istehsal eləmirsiniz. Yəni profil istehsal edən ayrı bir profil fabrikası var yəni. Biz profilləri alırıq. Hal-hazırda 11-12 fərqli profil növü var. Profilləri xam şəklində alırıq. Onları modelin hansı model necəsə ona uyğun şəkildə bükülür. Qaynaq olunur, birləşdirilir, kraskalanır. Bunların məsələn bağlantı yerləridir, hardan asılacaq, divara mı montaj olunacaq və asılmalıdırmı, tavana sıfırmı yapışacaq, ona uyğun olaraq o bağlantı yerlər hamısı bir-bir deşilir. Onun bağlantı yerlər bağlanır üzərinə. Bu bağlandıqdan sonra boyaya gedir. Boyadan gəldikdən sonra, boyadan çıxdıqdan sonra artıq LED taxılır. İndi burada işıq rəngləri var. Ən çox əsas 3000 Kelvin sarı işıq, 4000 Kelvin gün işığı, 6000 Kelvin ağ işıq. Bunlardan istifadə. Ən çox zaten mənzillərdə istifadə olunan, ofislərdə, mənzillərdə istifadə olunan 4000 Kelvindir. İşıqlara taxılır müştərinin dizaynın tələbinə görə. Qoruyucu işıq yayan silikon istifadə edirik biz. O taxılır. LED-in uzunluğuna əsasən aparat olur. Biz driver deyil, sürücü. O bağlanır, kontrolü olunur, paketlənir, müştəriyə təhvil olunur. Yəni işimiz bundan ibarətdir. Bu danışdığım bəlkə bir dəqiqəlik bir məsələ elədim, amma bu dediyimiz çox uzun bir mərhələdir yəni. Yəni hətta rəngin qurulması məncə biraz vaxt alan bir şey. Əlbəttə ki, yəni bu rəng dediyimiz burada RAL koduna görə 50-dən çox rəng var. Model dediyimizdə 200-dən çox model var. Burada sadəcə alüminium profil deyil, yəni burada şüşəli modellər var. Teksturadan, taxtadan da istifadə edirik və silikon model birbaşa 360 dərəcə işıqlandırma verən silikondan istifadə edirik və s. Bir də ilk başda qeyd etdiyim kimi halal ekosistemin üzvü olaraq, yəni ilk üzvüsüz. Yəni üçün sizin sektor digər sektorlara nisbətən fərqlənir. Məsələn, qida deyil və yaxud da müəyyən konkret gözlə görülən bu halaldır, bu haramdır deyəcəyimiz bir sektor deyil. Biraz detalları olan bir sektordur. Burada bir halal ekosistemə sizin məsələn əlavə olmanızın səbəbi, yəni halallıq qaydaları nələrə diqqət edirsiniz ki, həm halal ekosistemə əlavə olunmusunuz, həm də istəyirsiniz ki, halal şəkildə insanlara fayda verməyə çalışırsınız. Bu halallıq kateqoriyaları nələrdir? Qorumağa çalışırıq. Biraz olaraq. Yəni qidada əlbəttə qida sahəsi tam fərqlidir. Hər kəs deyir ki, düşünür ki, yəni qida sahəsində, amma hər bir sahənin məsəl üçün bu halallıq mövzusunda öz çətinliyi var. Məsələn, qidada nədir? Denetim olur, gedir ani basqına yoxlayırlar ki, bu. Normal məsəl üçün Türkiyədə bizdə də var bu. Allah razı olsun bu şəkildə denetim eləyənlər, diqqət eləyənlər, halal işləyən, yəni yerlər var yəni. Allah razı olsun hər birindən. Bu şəkildə gedir yəni qida şeylərini bildiyim qədərilə. Amma bizdə tam fərqlidir. Bizdə nədir? Müştəri sifariş verdi. Məsələn, müştəri sifariş verdiyi zaman düzgün bir şəkildə bunun tələbinə uyğun bir mal vermək lazımdır. Ən əsas məsələsi də, məsəl üçün biz LED çeşidləri var, məsəl üçün keyfiyyətli LED-lər, Samsung LED-lərdən istifadə edirik, orta keyfiyyətli LED-lərdən istifadə edirik. Hər birinin ayrı bir zəmanəti var. Bunlara əlbəttə ki, yəni zəmanətini elektronik mallarda əsasən, məsəl üçün hal-hazırdakı bazarda əksər mağazalar zəmanət vermirlər yəni. Çox çətin zəmanət vermək. Çünki burada yəni bir çox hallarda belə deyim, biz onu təsbit edə bilmirik yəni. Çox problem başımıza gəlib elə. Yəni bir yox çox gəlib başımıza. Nə olur? Təhvil veririk. Bir həftə sonramı, 5 ay sonramı müştəridə problem çıxa bilir. Yəni LED yanır ki, düzdür işləmir. Yəni burada bəzən montaj əsnasında bir çox modellərin montajını biz eləmirik. Müştəriyə təhvil veririk. Bəzi modellər çətin, qəliz modellər var ki, onlar birbaşa gəlib orada belə deyim, lüstrün bir hissəsi gəlib orada yığılır yəni. Onu biz montaj eləyirik. Amma biz montaj eləmədiyimiz zaman və fərq etməz biz olduğumuz yəni və yaxud da ki, hər hansı bir elektrikdə qısa qapanma ola bilər. Yəni bunlar da səbəb ola bilər lüstrün yanmasına. Biz onu bəzən təsbit etməkdə çox çətinlik çəkir. Yəni o xəta bizdən mi qaynaqlanır, yoxsa elektrikdənmi və yaxud da ki, müştərinin orada ustadanmı və yaxud da elektrik tənzimləyicisi olmur, ondan mı qaynaqlanır? Yəni bu bəzi çox çətinlik çəkir bunu eləməkdə. Nə olur nəticədə? Yəni biz özümüz təmənnasız olaraq özümüz bu problemi aradan qaldırırıq ki, haqq keçməsin, müştəri narazılığı olmasın. Bu da çox zaman nə olur? Bizim belə deyim də, o işdən ziyanla çıxırıq yəni.
Çünki ikinci dəfə gedib gəlmək və yaxud da ki, o modeli gətirmək, cəldən söyləmək, göndərmək, cəldən gedib özümüz montaj eləməliyik onu. Amma nədir? Əsas odur ki, kiminsə haqqına girməyək. Yəni bu biz burada bir maddi qazanc sağlaya bilərik, amma bunun sonrası var, yəni axirət tərəfi var. Bunu da düşünmək çox önəmlidir. Bunu indi Allah razı olsun, halal ekosistem Yamin Savalanlının onun başlatdığı bir çox gözəl bir plan projedir. İnşallah daha da genişlənər, daha da çox içərisində belə bir sahibkarlar cəmlənər. Çox dəqiqliklə, çox detallı olaraq, hər şeyinə diqqət olunaraq, insanlara, müsəlmanlar arasında məsələn bu sistem tanınar, bilinər. Çox gözəl bir fikirdir, çox gözəl. Yəni çünki bu fikri Yamin qardaş söylədiyi zamandan hələ ortada bir şey yox idi. Çox əla, super. O zaman mənim də hələ qurulmamış, yəni belə deyim də biznesim. Əlhamdülillah, yəni buralara gəldik, çıxdıq. İnşallah Rabbim davamını gətirməyi nəsib eləsin. Həqiqətən də yəni indiki dövrdə hələ ziyana düşərəkdən biz necədir? Bunu kənardan bir adam baxsa, İslami həssasiyyəti olmayan birisi üçün mən ziyana düşəcəm, mən gəlirim olmayacaq, amma gedəcəm kiminsə haqqına qalmağa diqqət edəcəm də. Yəni bu qul haqqı məsələsidir də. Bunu hələ indiki dövrdə inanan insanlar belə bunu çətin icra edir. Qalmışdı ki, inanmayan insan qul haqqı məsələsinə necə diqqət edəcək, öz biznesində halallıq bu strategiyasını necə quracaq, o biraz müəmmalı məsələdir. Amma həqiqətən Allah sizə bərəkət versin ki, yəni belə bir biznes qurub bu həssaslığa da, yəni ziyana getsəz belə də bu həssaslığa diqqət etməyə çalışırsınız. Yəni üzr istəyirəm. İndi deyə bilmərəm ki, biz %100 hər şeydə doğruyuq, hər şeyə diqqət edirik. Onu heç kim deyə bilməz, yəni Allah ən azından bir nəsə bir mübarizə. Yəni əlimizdən gəldiyi qədər eləməyə çalışırıq və ya kiminsə ola bilər problem, müştəri zaten hər kəsi razı salmaq mümkün bir şey deyil. Yəni. Ola bilər razı, narazı qalanlar ola bilər. Yəni əlimizdən gəldiyi qədər onu razı salmağa, o müştərini razı salmağa çalışmışıq, yəni əlimizdən gəldiyi qədər yəni. Bir də Elçin qardaş, burada yəni bugünkü dönəmə qədər baş vermiş sizə qəribə gələn hadisələrdən yəqin ki, insanlarla işləyirsiniz. Yəni başınıza bir neçə qəribə hadisə gəlmiş olar. Onu da vurğulamaq istəyirsinizsə vurğulayın. Yavaş-yavaş bir dönə yekunlaşdıraq. Valla qəribə hadisələr çox gəlir, belə deyim də. Yəni bunlar montaj əsnasında ola bilər. Dediyim kimi, yəni bəzi modellər var ki, birbaşa gedir, o həmin məkanda yığılmalıdır, yəni. Parçalar gedir, orada yığılır. Böyük bir modeldir və ya da fərqli bir modeldir. Ölçü məsələsində olur elə şeylər. Ölçü götürməkdə bir həftəlik lüstr təhvili 6 ay uzana bilər. Belə məsələlər. Bəli. Yəni indi detallar uzundur, girməyənə. Yəni çox belə. Yəni müştəri ölçünü vermir, yoxsa necə? Yox, müştəri ölçünü vermir məsələsi deyil. Ölçünü zaten biz özümüz götürürük. Sadəcə həmin məkanda belə deyim də, çox qeyri-adi bir belə deyim də bir qəlibdir. Bir məsəl üçün bir evi işlədik oranı, oval bir lüstr. Onun içinə biz tam 0-0 ora bir lis dəmir oranı qoymalıyıq. Oradan daşlar sallanmalıdır. Yəni oranın ölçüsü standart deyil. Həm oval olaraq standart deyil, həm yüksəklik olaraq standart deyil. Yəni çox detallar var da yəni. Yəni burada belə deyim də, həm ziyanımız ola bilər, zaman uzana bilər. Belə qəribə hadisələr, qəribə hadisə deməyək, yəni işin uzanmasıdır, iş prosesinin necə deyim, bizim planlarımıza uyğun getməməsidir. Belə çox hadisələr başımıza gəlir. Yəni bu iş əsnasında belə deyim də, yəni oturuq biz öncədən bunu nəzəri olaraq kağız üzərində, AutoCAD-da, yəni 3D olaraq çıxarırıq hamısını öncədən. Tamam, okey, hər şey okey. Amma praktika gəldiyi zaman, yəni tam fərqli şey nəticə ortaya çıxa bilər, yəni. Üst-üstə düşməyə bilər və yaxud da ki, indi bu hər şeydə belədir, yəni nəzəri ilə praktika arasında üst-üstə düşə bilər, yəni. Bu da belə halların nəticələrini, yəni. Heç olubmu ki, bəs şeydə məhsul sifariş verib, hazır olub, sonra deyib ki, yox, mən istəmirəm. Yox, elə olmayıbdı. Elə olmayıb. Bir dəfə olmuşdu bir qardaşla, məhsul sifariş verib, biz getmişik. Bu da çox özəl bir məhsul, yəni hər zaman sifariş olunacaq bir məhsul deyil. Qardaş deyib, yox, mən verdiyim sifariş deyil, fərqli bir şeydir. Mən bunu bu şəkildə istəyirəm, fərqli bir şəkildə istəyirəm. Biz hətta belə deyim, orada necə oldu? Ondan 300 manat beh almışdıq o sifarişdən. Summa arası 1600-1700 manatlıq bir iş idi. Beh almışdıq. Hətta 2 dəfə gedib ölçü götürmüşük. Nəticə olaraq ən son dedim ki, eyb yox, yəni ziyan mənim deyil. Mən götürərəm malımı geriyə. Malımızı geri götürürük, gəldik. Bunlar da böyük həcmli maldır. Bunun üçün böyük maşın. Mal gəldi geriyə. İndi düşünürəm ki, adam mənə beh verib də, yəni bu beh
heç bir şey də vermədim ona. Bizim bir abi var, onunla məsləhət elədim ki, necə olacaq, yəni. Deyə əslində, yəni şey olaraq sənə də ziyan. Mənə məsələn o həm o malı qoymağa yer problemi, bir də mən onu nə zaman satacağam, kimə satacağam, özəl bir maldır. Dedim əslində sən verməyə də bilərsən, amma versən sənin şeyindir. O zaman sorun olsa belə deyim, yəni pula da ehtiyacım var idi, belə ciddi olaraq. Heç bir şey düşünmədim, Allah kərimdir. Geri ödədim pulunu, beyin geri verdim. Əlhamdülillah Allah təala başqa bir yerdən yetirdi. Üstündən 3 gün keçdi, o özəl dediyim malı gəldilər bir yerdən hamısını aldılar, apardılar. Maşallah. Əlhamdülillah. Yəni elə bir iş olubdu, yəni. Belə bir fikirləşdim, bəlkə başqaları da vardır. Hətta dünən ya da sıra indi bir ayət rastıma çıxmışdı ki, siz deyir, yəni yadımda qalan deyirəm. Deyir, siz deyir Allah üçün deyir bir şey sədaqə verəndə, zəkat verəndə deyir. Allah deyir onu mütləq şəkildə başqa cür şəkildə əvəzləyib sizə geri qaytarır, yəni. Heç kəsin verdiyi itmir, yəni Allah katında. Yəni biz elə bilirik ki, maddi olaraq bizdən çıxır, biz görürük, bizdən çıxanı görürük. Amma həqiqətən başımıza gələn hər hansısa bir hadisə olsun, yəni hər şey zəkatdır, sədaqət ancaq pulla ölçülmür də. Başımıza gələn müxtəlif hadisələr olsun, o deyir sədaqə bəlaları dəf edən şeydir. Bəlkə başımıza hər hansısa bir hadisə gələrdi, onun qarşısı alardı. Bəli. Yenə də deyirəm, həqiqətən çətindir. O məsələn imkan əl vermir. O çətin situasiyada qalmısan, özün dedin ki, ehtiyacım ola məsələn vermişəm onu. Məsələn həqiqətən də Allah orada sənin səmimiyyəti görüb və səni bu şəkildə mükafatlandırıb ki, qulum məhz bu qədər səmimi davranırsa, qoy mən də onun o ehtiyacını gidərim. Ya əlhamdülillah. Yəni əslində mən bu düşüncədəyəm. Hər zaman inşallah Allah bu düşüncədə hər zaman bu düşüncədə olmağı Rəbbim nəsib eləsin. Amin. Ki bizim, yəni biz bir şey elədiyimiz zaman, bir iş gördüyümüz zaman kənardan baxırıq ki, bunu mən eləmişəm. Yəni, insanda biraz qürur hissi gəlir də. Halbuki biz onun belə deyim də, onu eləyə biləcək qabiliyyəti bizə verən kimdir? Biz o tərəfdən onun şükrünü eləməliyik. Biz qürurlanmaq əvəzinə əlhamdülillah deməliyik. Yəni o şeyini elədiyimiz zaman o daha da bərəkətli olur. Allah da daha da fərqli qapılar açılır yəni. Evet. Həm çünki ən gözəl iş fikirdir yəni. Bəzən belə deyim də, yəni biz iş əsnasında iş alınmır da, getmir yəni. Yəni çünki gördüyümüz işlərin əksəriyyəti fərqli işlərdir. Yəni standart bir iş görmürük. Otururuq, düşünürük, nə edə bilərik? Yəni Allah təbii görün elə bir fərqli bir şey bir adam qapı açır ki, ağla bir qapı açır ki, bunu bu şəkildə elə. Əlhamdülillah o şəkildə onu asan bir yoldan və qısa bir zamanda həllini tapırıq. Yəni eləyirik, çözürük məsələni yəni. Yəni bu yəni bunu Rəbbim hər zaman bu şəkildə olmağı nəsib eləsin. Çünki olmaq biraz çətindir, çox çətindir həqiqətən. Çünki insan Allah Təala insanı o şəkildə imtahan edir. Nəfis, yəni bir də şeytan tərəfindən yəni. Yəni mən eləmişəm, mən bacardım. Bəli, mən eləmişəm, mən bacardım. Evet. Biraz da kənardan biriləri dediyi zaman ki, bunlar sən eləmişsən. Apışın insan biraz da şişir. Yəni Allah o şəkildə olmaqdan mühafaza eləsin. Çünki o artıq Allahın insana verdiyi o qabiliyyətləri yoxa saymaq deyə düşünürəm. Evet. Ki elədir. Evet. Yəni o da bir müddət olacaq, sonra nəticəsi yaxşı olmaz. Təbii ki. Bir də Elçin qardaş, sonda halal biznes qurmaq istəyən qardaşlara, ümumiyyətlə biznesində halallığa diqqət eləməyən insanlara, yəni bu ümumi göndərmə və yaxud da ağlında bir iş olub, biznes olub, başlamaqda tərəddüdü olan insanlara buradan bir mesaj verərik inşallah. Valla mesaj deyəndə ki, burada mən əslafla, yəni bir ağsaqqal olaraq mesaj vermək kimi deyil. Mənim özümə məsləhət lazımdır. Hər zaman istəyirəm ki, birisi elə olsun ki, gedin belə oturun məsləhət alın birisindən. Bəzən olar ki, məsəl üçün demirəm ha, illa da sizin verdiyiniz nəsihətə kimsə deyəcək ki, hə mən bunun arxasına getdim, nəsə oldu. Amma bəlkə kimsə bir videonu çevirəndə axırına baxdı, sizin nəsihət tuş gəldi, ağlına da bir ideya var. Desin ki, qoy gedim eləyim. Yəni təvafuq da yəni. Buna inanıram ki, Allah Teala heç bir əziyyəti zayi etməz. Yəni yoxa getməz də o şey. Yəni biz bir şeyi belə deyim, çox olubdu mən işlədiyim misal üçün. Çox işlər oldu ki, işləmişəm, bunun ziyanını vermişəm. Amma heç vaxt düşünməmişəm ki, bu mənim ziyanımadır da yəni. Niyə? Çünki mən oradan o maddi olaraq bir şey qazanmamışam, amma təcrübə qazanmışam. Yəni o təcrübə mənim üçün gələcəkdə sonrakı işlərimdə çox faydalı olur ki, nəticəsində başqa fərqli modellər çıxartmaqda və onu işlədiyim zaman daha tez sürətli bir şəkildə və yaxud da ki, onu eləmişəm, deyək, 100 manatlıq bir sifarişdə eləmişəm, deyək, ziyanına da olsa, başa-baş da olsa onu vermişəm.
Amma başqa bir tərəfdən sifariş gəlibdi. Baxmışam buna oxşar bir sifarişdir. Bu 400-500 manatlıq bir sifarişdir. Amma bunu eləmişəm ağa. Demək bu qiymət eləmişəm. Mən bunu qiymətə təklif edib sata bilərəm müştəri razısa yəni. Kimi? Yəni bu insanın elədiyi heç bir əziyyət, Allah da heç bir əziyyəti zayi eləməz. Sadəcə burada insan biraz səmimi olması önəmlidir ki, kimisə yəni aldatmasın ki, nədir düzü əl işçiliyində qiymətləndirmək biraz çətin olur. Təbii ki. Çünki burada sadəcə belə deyim, material hesablayırsan, deyək bir 10 manatlıq, 15 manatlıq material istifadə elədin. Amma bəzən sən buna 1 gün, 2 günü verirsən yəni. Belə şeylər olur. Və ya zamandan qırağa fikri verirsən, otursan üzərində düşünürsən. Yəni sabah oyanıb o fikirlə oyandığım olub ki, çözə bilmədiyim işi çox olub yəni ki, tapmışam. Sabah oyanmışam, siz razı ağlıma o gəlib ki, mən o profili ora qaynaq eləmək və yaxud ki, o parçanı ora birləşdirmək üçün belə bir şey eləyə bilərəm. Bir də ağlımda bir sual canlandı danışdığınız əsnada. Həmişə videolarda baxanda belə bir şey görmüşəm ki, insan deyib istədiyi işin arxasında gedirsə, yuxusunda belə həmin işi görür. Nə bilim, həvəslə durur. Zaten elədir yəni. Fikrin nədirsə zikrin də odur. Həqiqətən məsələn indi gördüyüm qədərilə siz işə həvəslə yanaşırsınız və mən də maraqlıdır ki, o yuxudan duranda səhər həvəslə işə. Məsələn, Azərbaycanın böyük əksəriyyəti işə gedəndə həvəssiz gedir. Məsələn, sizdə məsələn o həvəs var məsəl üçün, yoxsa siz də digər insanlar kimi yuxudan duranda çətinlik çəkirsiniz falan. Valla öncədən işə yanaşanda deyirəm yuxuda məsələn, hətta belə bir şey qulağıma gəlib ki, məsələn, bir insan bir işə nə qədər aşiqdirsə, yuxusunda o işi görər. Elə doğrudur. Gördünüz olubdu yoxsa? Çox olub, çox. Problem həll eləmiş yəni. Yox, dediyim kimi də, yəni o indi yuxuda problem həll etmək elə bir şey olmur. Bəzi alimlər zətlər var, yuxuda hər hansısa bir problemin həllini görüb ona görə soruşur. Yox, elə bir şey olmur. Amma necə, məsəl üçün yarı yuxulu halda və ya da səhər oyanda ağlımız sıraz gəlib, filan şey belə, yəni gəlib yəni çox oldu belə şeylərə. O da əslində bir şeyə çox fikirləşmək, onun üçün nəsə bir çıxış yolu axtarmaqdan qaynaqlanır əslində. Bəli, yəni bayaq o dediyim məsələ, məsəl onu gətirdim ki, yəni o işçiliyi qiymətləndirmə məsələsində orada qalmışdım ki, yəni bu sadəcə əziyyət deyil yəni. Yəni sən fərqli bir şey eləyirsən, onun belə deyim də, məsələn, Ar-Ge çalışması deyirlər bir fabrikada hər hansı bir malın üzərində məsələn iş getdiyi zaman öncəsində Ar-Ge çalışması olur. O çalışmada bəzən məsəl üçün adamlar istehsal eləyəcək telefon və ya kompüter və ya hər hansı başqa bir onun milyonlarla üzərinə o Ar-Geyə yatırım edirlər. Niyə? Çünki orada nə qədər mühəndis onun üzərində işləyir. Bunu biz ən az maliyyətlə necə eləyə bilərik, hazırlaya bilərik, ən qısa zamanda necə eləyə bilərik, bunu daha funksional bir şəkildə necə eləyə bilərik, bunun sonradan uzun ömürlü olması üçün necə eləyə bilərik. Yəni bunlar hamısı necə deyim, fikirlər üst-üstə toplanır, analiz eləyirsən, şey eləyirsən. Yəni biz bəzən çox basit olaraq görünür. Yəni mən özümə də görünür. Müştəri göndərir ki, modeli bunu eləyə bilər. Burada nə var eləyir. Amma işin digər tərəfi var məsəl üçün. Qısacası belə deyim, məsəl üçün hazırlamısan bir borudur, silikon dolanıbdır. Üstə spotlar filan var, kabel gedir. Müştəri bu şəkildə istəyir, mən bu şəkildə istəyirəm. Tam da onu qaynaq elədikdən o kabel hardan gedəcək, necə gedəcək, qaynaq elədim yəni. Müştəri arasında fikirləşmək. Yəni onu da fikirləşmək lazımdır. LED hardan gedəcək, necə gedəcək və bu LED uzun ömürlü ola biləcəkmi? Sonra bu qırılma məsələsi, yəni bunlar sonrasında fikirləşmək lazımdır. Sadəcə o tam elədim, hazırladım, verdim məsələsi deyil yəni. Aynen. Yəni belə. O qaldı ki, az öncə işə həvəs deyirsiniz. Yəni çox zaman səhər tezdən gəlirəm işə. Saat belə deyim də, saat 8-ə işləmişdən 8-də işləyirəm. Bu gün biraz gec gəlmişəm. Bu gün də bazar günüdür inşallah. Orada saat 9-a qalır gəldiyimdə. Yəni sabaha gəlməyin çox böyük bərəkəti var. Yəni sabah işə başlayanlar həqiqətən də bilir, onun çox böyük bərəkəti var. Hətta yəni, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bir duası var ki, ümmətimdən səhər tezdən başlayanlara Rəbbim bərəkət verdiyi bir duası var. Bir hədisdə keçir. Yəni həqiqətən yəni sabah işi həm insan zehni açıq olur, həm də ki zaman olaraq da bir bərəkət var orada. Evet. Yəni məsəl üçün fikirləşə bilərsən ki, məsələn səhər 8-dən deyək, məsələn 12-yə qədər də deyək ki, gün ortaya qədər. Məsələn neçə saat deyirsə, tamam mən saat 12-dən də saat 1-dən də deyək ki, o qədər saat sonra işləyəcəm. Amma o saat 5 saatdan o 5 saat uyğun gəlmir. Bərəkətlidir. Yəni orada yəni Allah da ona bir bərəkət verir. Bir də ki, işin digər tərəfindən yəni insan zehni açıq olur, sabah biraz gümrah başlayır. Yəni bunlar da var yəni. Yəni elə bunu tövsiyə edirəm hər zaman ki, sabah işə başlamaq düz insan bəzi nəfsinə ağır gəlir. Əsasda biraz gec yatanda səhər durmaq. Belə. Beləliklə videonu yekunlaşdırırıq.
Əgər siz də bu Siracın Nur biznesindən faydalanmaq istəyirsinizsə, evinizə nur üstünə nur qatmaq istəyirsinizsə, Allahın izni ilə faydalana bilərsiniz. Əlaqə nömrəsini buraxacağam həm şərhlərdə, aşağıda təsvir bölməsində, həm də inşallah videonun özündə nömrə qismlərini eləyəcəm. Siz Elçin abi ilə əlaqə saxlayarsınız, inşallah faydalanarsınız. Rəbbim halal biznes qurmaq istəyən cümlə inanan insanlara fayda versin. Ümidi ilə görüşmək dileğiyle, sağ olun.